Planşet sadəcə oyuncaq deyil, bu xəbərdarlıq siqnalıdır. Uşaq saatlarla planşetdə vaxt keçirirsə, bu bədəni, duyğuları və real ünsiyyəti olmayan başqa bir aləmdə ilişib qalmaqdır. Və bu sadəcə bir vərdiş deyil, bu asılılıqdır. Çox vaxt bunun arxasında diqqət çatışmazlığı, sərhədlərin olmaması, valideynin uşaqla münasibət qurmaqda çətinliyi dayanır. Amma başqa bir yol da var. Əgər sən uşağının davranışının psixoloji səbəblərini anlayırsansa, onun diqqətini düzgün yönləndirə bilirsənsə, isti və aydın sərhədlər qura bilirsənsə, o zaman uşaq özü reallığa qayıdır. Şuurlu valideynlik proqramımda mən sənə strategiyalar təqdim edirəm ki, sən ekran qarşısında vaxtı azalda biləsən, uşağın həyata marağını qaytararaq onunla təzyiqsiz, güvənli əlaqə qurasan. Ətraflı məlumat üçün şərhlərdə 5 rəqəmini yaz.